Firqə radiosu. Aynı Azərbaycanische Sendung von Radio Flora. Danışır Azərbaycan Demokrat Firqəsi. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Ben deyirəm yurdumuza kəzbəxanlar yox olsun, böhtan deyib adımıza şər yapanlar yox olsun, xalqimizin igidliyi düşsün dildən dillərə, əməlləri yadigar tək qalsın ildən illərə. Ben deyirəm Azərbaycan qəhrəmanlar yurdudur, şücaətli Səttarxanlar, Ağırxanlar yurdudur. Böyük Qacar şahlarını yola salmış bu diyar, onun hər bir qarşında əcdadımın haqqı var. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Əziz və hörmətli dinləyicilər, dəyərli eşidənlərimiz, sizi Azərbaycan Demokrat Firqəsinin internet radiosunun növbəti verilişi ilə 2015-ci ilin aprel ayının 24-də
İnternet radiosunun www.radioflora.de ünvanında yenidən salamlayır və sizə bu verilişləri təqdim edirik. Həftənin müsahibəsi. Əziz həmvətənlərimiz, bildiyiniz kimi hər il fevral ayının 21-i Dünya Ana Dili Günü kimi qeyd olunur. Bu il həmin gün Azərbaycanın milli fəal oğlu Əlirza Fərşi İran hakimiyyəti tərəfindən həbs edilib siyasi dustaq kimi evin zindanında saxlanılmışdı. Amerikanın Səsi radiosunun müxbiri, dustağın dostu Həmid Mənafi ilə müsahibə aparmış və biz də həmin müsahibəni sizin diqqətinizə təqdim edirik. Onu da qeyd etməliyik ki, müxtəlif mənbələrə görə Əlirza Fərşi bu yaxınlarda dustaqdan azad edilmişdir. Ay ay dəli ceyran aman, o qara gözlərindən oy olmuşam eyran. Gəl mənə naz eləməm. Həftənin xronikası. Verilişimizin bu bölməsində sizə fars dilli xalq radiosu olan Radio Nedanın hazırladığı bir intervyunu təqdim edəcəyik. İntervyu İran İnsan Hüquqlarının Müdafiə Cəmiyyətinin sözçüsü Doktor Mahmud Əmiri Müqəddəm ilə İran İslam Respublikasında ölüm hökmünün icra edilməsi və keçən həftənin 3 günü ərzində 43 nəfərin edam olunması haqqında aparılmışdır. Proqramımızın sonunda Mavi İşıq verilişində Azərbaycan xalqının hüquqları uğrunda yorulmaz mübariz həmvətənlimiz Abbas Lisaninin yeni söhbətlərinin bir hissəsini sizə təqdim edəcəyik. Bizimlə qalın, bizi dinləyin. Dönüb baxmaqləm can yanımı yaldıyım aman, məni məcnun eləyib çöyürlərə saldın. Bir dönüb baxmaqləm can yanımı yaldıyım aman, məni məcnun eləyib çöyürlərə saldın. Mən sənə با سلام هایی گرم و آتشین خدمت تک تک شما شنوندگان عزیز و با وفای فیرگر رادیوسو که در تاریخ 24 آوریل سال 2015 در سراسر جهان صدای ما را، صدای کارگران، دهقانان، زحمتکشان، دموکرات‌ها، آزادیخواهان، روشنفکران و انقلابیون آذربایجان را میشنوید. با بهترین آرزوهای قلبی برای تک تک شما عزیزان در کار و زندگی و پیکار و مبارزه و پس از پیکار و مبارزه به دست آوردن و حفظ و نگهداری از آزادی، دموکراسی، عدالت اجتماعی، برابر حقوقی زنان با مردان و حق تعیین سرنوشت به دست خود تا سرحد جدایی و یا زندگی داوطلبانه مشترک با هم و در کنار هم 159مین برنامه فیرگر رادیوسو را تقدیم حضور شما عزیزان می‌کنیم. Çeşmimdə qəzəb oldu, nezarım süründü. Ay çeşmimdə qəzəb yoxsa dili zarım sündü. Dəhri o çəbibin dili bimarım sündü. در بخش اول در قسمت هفته‌نین مصاحبه هفته گفتگویی را که رادیو صدای آمریکا با یکی از فعالان مدنی آذربایجان حمید منافی نادارلو در مورد یکی دیگر از فعالان مدنی آذربایجان علیرضا فرشی که در روز جهانی زبان مادری توسط رژیم ایران دستگیر و به سیاهچال‌های خود انداخته شده است و خوشبختانه طبق اخبار رسیده گویا در روزهای گذشته آزاد شده است را به سمع شما عزیزان خواهیم رساند. در بخش دوم در قسمت هفته‌نین کرونیکاسو تفسیر رویدادهای هفته گفتگوی رادیوی مردمی فارس زبان اپوزیسیون رادیو ندا با سخنگوی سازمان حقوق بشر ایران آقای امیری مقدم در مورد اعدام‌های هفته گذشته که در 3 روز 43 نفر را اعدام کرده اند
به سمع شما عزیزان خواهیم رساند و پایان بخش برنامه امروز برنامه ماووش نور آبی خواهد بود که در این برنامه توجه شما را به قسمت‌هایی از سخنان فرزند مبارز آذربایجان عباس لسانی که جدیداً یک بار دیگر حکم زندان گرفته است را از نظر شما خواهیم گذراند. با ما باشید و به 159مین برنامه فیلگر رادیوسو رادیوی اینترنتی فرقه دموکرات آذربایجان گوش فرا دهید. Sen gezirsen güzelim, eylemeyesin zaman. Uyku gelmez gözümem bir gece sensiz. Sen gezirsen güzelim, eylemeyesin zaman. Uyku gelmez gözümem bir gece sensin. Bana insaf ile gel sevgili canım. Nece bülbül yaşasın ayağın semesin. Gel bana naz elemem ay ay deli ceylan yanamam. Kara gözlerinden oy olmuşam eyran. Gel bana naz elemem ay ay deli ceylan yanamam. O kara gözlerinden oy Her bir milletin dili onun milli varlığının əsas mehvəridir. Eləcə də biz Azərbaycan türklərində ana dilimiz olan Azərbaycan türkçəsi milli varlığımızın əsasını təşkil edir. İllər boyu İran mərkəzi hakimiyyətlərinin tərəfindən məktəblərimizdə tədrisinə qadağa qoyulmasına baxmayaraq, analarımızın laylayında, ata-babalarımızın deyimlərində və eləcə də dəyərli yazıçılarımız, şairlərimiz qiymətli əsərlərində bu zəngin dili qoruyub saxlamışdırlar. Amma təəssüflər ki, son zamanlarda bəzi milli fəallarımız düşünərkədən və ya düşünmədən ədəbi baxımdan zəngin dilimizin məzmununu qrammatik cəhətdən səviyyəsini aşağı salırlar. Belə ki, bəziləri danışıqlarında, yazılarında zəngin Azərbaycan türkçəsini Anadolu türkçəsi ilə səhv salıb qarışdırırlar. زبان هر ملتی محور اساسی هستی آن ملت است. برای ما ملت ترک آذربایجان نیز زبان مادریمان زبان ترکی آذربایجانی محور اساسی هستی ما را تشکیل می‌دهد. بدون در نظر گرفتن ممنوعیت زبان مادریمان در طول سالها در مدارس، مادران ما در لالایی‌های خود، پدران و پدربزرگان ما در گفته‌ها و نصیحت‌های خود، نویسندگان و هنرمندان و روشنفکران ما در آثار ادبی، هنری، فرهنگی خود زبان ما را حفظ کرده و از آن نگهداری کرده‌اند. اما متاسفانه در زمانهای اخیر تعدادی از فعالان ملی آذربایجان آگاهانه و یا ناآگاهانه، خواسته و یا ناخواسته از دید ادبی ارزش و قرب و منزلت زبان ترکی آذربایجانی را از لحاظ گراماتیک پایین آورده تا آنجا که تعدادی از این فعالان زبان غنی ترکی آذربایجانی را با زبان ترکی آنادولو اشتباه می‌اندازند. Danışır Azərbaycan Demokrat Firqəsi.
این صدا صدای فرقه دموکرات آذربایجان است. Həftənin müsahibəsi. مصاحبه هفته. Sayın dinleyenler, 21 Fevral Dünya Ana Dili Günündə Tehranda həbs edilən Türk Dil Haqları fəalı Əli Rza Fərşi hələ də həbsdədir. Bugün Güneydən proqramımıza bağlanan Həmid Mənafi Nadarlı ilə ki, Həmid bəy özü də keçmişdə ötən il əslində Dünya Ana Dili Günündə həbs edilmişdi. Həm Əli Rza Fərşinin durumu, həm də ümumiyyətlə İran İslam Respublikasında bu şəkildə həbs edilənlərin məruz qaldığı ittihamlar nə olur, nə durumda olurlar və nə şəkildə saxlanılırlar həbsdə, onları danışacağıq. Həmid bəy, mümkünsə hər şeydən əvvəl elə sizin Əli Rza Fərşinin durumu ilə bağlı nə xəbəriniz var? Onu mühakimə etdilərmi? İndi harada saxlanılır? Onunla bağlı məlumatınızı mümkün olsa elə öncə paylaşarsınız eşidənlərimizlə. Əli Rza bəy bugünədək heç bir raport verilmir ki, harada saxlanır, ya zindana verilibdir. Əli Rza son zəncində zindan evinin 209 bəndində, yəni ittilaat bəndində olmasından xəbər verir. Yəni evin zindanının 209-cu bəndində saxlanıldığı bildiribdir son telefonumda. Son telefonumda, bəli. İttihamları ilə bağlı dediniz, bəllimi? Onun hansı ittihamla mühakimə edildiyini deyiblərmi? Əli Rza bəyin vəkilinin dediyinə görə vurulan ittiham imza toplanmasına görədir. Amma bundan qıraq Əli Rza neçə dəfədə elə ana dilinə görə tutulubdur. Həmid bəy, siz dediniz vəkilinin dediyinə görə. Vəkil indi 21 fevralda, yəni orada İsfəndin ikisində tutulubdur. O gündən bəri vəkil özü Əli Rza Fərşini görübmü, onun pərvəndəsinə onun əli çatıbmı, o məhkəmə məqamları ilə Əli Rza Fərşi ilə bağlı görüşübmü? Əli Rza Fərşinin ilk vəkili Cənab Ay Əziz idi ki, Ay Fərşi bunu tanımadığına görə rədd elədi və sonunda Zəfər Əfsərniyə bəy bu məsələni öhdələnib. Bugün Zəfər Əfsərniyə onun vəkilidir. Təəssüflə ailəsinin durumu bugün Əli Rzanın harada olduğundan və işlərin dalısında getməyə imkan vermir. Və vəkilinin dediyinə görə elə onun imza kampeyninə, imza yığmağına qədər tutulubdur. Vəkil özü Əli Rza Fərşini görübmü? Hələ buradan yox, görməyibdir. Vəkilinin dediyinə görə buradan. Siz indi o Əli Rza Fərşi ilə bağlı məlumatı da danışmaq istərdiniz. Nədən tutuldu? Bu imza toplama deyirsiniz. Biz bundan öncəki müsahibələrimizdə bu xüsusda danışmışıq, amma yenə də onları xatırlatmaqda fayda var. Onun nədən tutulduğu ilə bağlı biraz məlumat verin mümkünsə. Sultan Mələklər Şahı. Əli Rza bəy bundan öncə, yəni 1388-ci ildə Xurdadın birində və Ölgölü Parkında ana dili haqqında sual verməklə bir dəfə tutulub. Keçən il 1392-də 2 İsfəndini ana dili mərasimi İslam şəhətə qurulan mərasimdə tutuklandı ki, 70 neçə gün elə zindan evinin 350 bəndində və 209 ittilaatında saxlanıldı. Və bu ildəki elə imza kampeyninə qatılmaq və onun işlərinin dalısında getmək üçün Əli Rza bəy yaxalanıb. Siz dediniz ki, onun hansı ittihamla məruz qaldığı bəlli deyil ki, o hansı ittiham veriblər. Sizin özünüzün bir təxmininiz varmı? Yəni necə bir ittihamda bu məruz qala bilər? Əli Rza bəy üçün bu faşistin və bunların qarşısında durmaq sistemli çalışmaları əsasında elə görünür ki, nizamı əsəbləşdirib. Halbuki Əli Rzanın bu model davranışı tam mədəni və açıq bir şəkildə ortaya qoyulub. Bizə bəlli olan nizam dil məsələmizi özü düşündüyü kimi bizə istəyir təhmil eləsin.
Deyirsiniz, yəni onları hifzlədibdir və o ittihamla bağlı da xəbəriniz yoxdur. Siz özünüz də keçmişdə tutulubsunuz. Elə bu ana dili günündə də tutulubsunuz bir dəfə, əgər yanılmasam, keçən il Tehranda. Siz tutulanda sizə hansı ittihamlar, o yəni məhkəmə hökmündə yazılan hakim hansı ittihamları irəli sürdü sizə qarşı? Vurduğu ittihamlar təşkili cəmiyyət və mənzuru bərhəmzədən əmniyyət-i keşvər idi. Elə birdən ittiham vurulmuşdu. Bu məsələdə çox gözə vurulan və həmişə hər bazımızda soruşan sual buydu ki, siz mücəvviz istədiniz ki, biz vermədik. Ki biz bu il bu qərara gəldik ki, biz imza toplayaq və bu məsələni tam çəkilmədən də ardıcıl dağılsın. Çəkildi ayından bu məsələ başlandı və sürəci 900 nəfər imza, yəni kod-u millisi ilə və öz adları ilə, nə ki bu taxmadı, öz həqiqatları ilə imza yığıldı və ustandari və fərmandari Tehrana verildi ki, sonunda nəticətən Əliza bəyin yaxalanmağına. Mən o ittihamın tərcüməsini desəm eşidənlərimiz üçün, dediniz təşkili cəmiyyət və mənzur bərhəmzədən əmniyyət-i nizam, yəni əmniyyət-i keşvər, bəli. Əmniyyət-i keşvər, yəni ölkənin təhlükəsizliyini qarışdırmaq üçün cəmiyyət təşkil etmək. Bu ittihamla məruz qoydular keçən il sizi. Başqaları da eyni ittihamla mı mühakimə edildi? Sizinlə birlikdə neçə nəfər tutulmuşdu? Biraz da elə o keçən il, çünki Əliza Fərşi də elə keçən il sizlərlə birlikdə həbs edilmişdi. Biraz elə o həbslərlə bağlı mümkün olsa məlumat verin. Gözələr sultan mələklər şahı, ala gözlü yarın getmə amandır. Gözələr sultan mələklər şahı, ala gözlü yarın getmə amandır. Həbslərdə ki, geçən il tutulanlar, ilk tutulanlar Dilavay Fərşi idi, Aya Əziz Fərşi idi, Aya Əkbər Azad idi. Və sonunda bu məsələnin dalısı da Ayət Behnam Şeyxi, elə mən özüm və Məhmud Ocaqlı və Rüstəm Xadimli tutuldu. Ki, bu bazıların ki, hamısı bir olurlar. Yəni bir nəfər bizim bazımızdır, ya 2 nəfər, 3 nəfər. Hamımızdan bu sual soruşulmuşdu ki, nədən mücəviz dalısıdır? Getmişsiniz, mücəviz istəsəz biz verərik. Biz hava mücəviz istədiniz, biz vermədik. Və belənti suallar və çoxlu ittihamlar və çoxlu manollar elə bu mücəviz üstəydi. Həmid bəy, siz orada tutulanlar, çünki eşidənlərimizin bir çoxu elə həm güneydə, həm quzeydə bu həbs məsələsini eşidirlər, zindan məsələsini eşidirlər, amma onunla bağlı çox da konkret olaraq bir fikir yoxdur zehinlərdə. Nə şəkildə saxlanılır bu həbs edilənlər, haraya aparılır, həbs müddətində ailə ilə görüşə bilirmi, vəkillə görüşə bilirmi? Sizin özünüzün nə təcrübə etdiyinizə görə siz nə şəkildə həbsdə qaldınız? Yəni öncə İttilaat həbsxanasında mı saxlanıldınız? Necə rəftar elədilər? Onlar haqqında danışın lütfən. Getmə, ah getmə, amandır getmə, amandır getmə, amandır getmə. Mən ilk tutuklanan günüm geçen il İsfəndin 17'sindeydi ki, öz iş yerimdə hanımla beraber durmuştum ki, Nizamın əmniyyəti qüvvələri gəldi. Çox biədəbanə və tohinli sözlərlə və batımla, qardaşlarla məni tutdular, yaxalayıb və heç bir mən bunlardan mücəvviz istədim ki, mücəvvizi dəstgiri var idi ki, məni yaxalayıbsınız. Təəssüflə heç nə vermədi, elə cavabları batım oldu və nəhayətdə məni dəsmət vurub apardılar evimə. Dəyənəklə döyərək sizi tutdular, əllərində hər hansı bir həbs hökmü yox idi və əllərinizə, qollarınıza kələfçə taxıb həbsə göndərdilər. Bu məsələdən, mən dəstgiri məsələsindən çox incimədim, təbii ki, tutublar, bu bir tərəfin məsələ. Bu ki, bir dənə qadınla nə cür davranmaqları, tohinli sözləri və ona əl açmaqları mənə çox belə İslami ölkədə olmaqlarına görə və öz dedikləri sözün naməhrəmə əl vurmaqlarına görə, tələməklərinə görə çox ağır gəldi ki, nəhayətdə bizim evimizdə... Sizin həyat yoldaşınızı döymək mi istədilər? Yəni, döymək mi istədilər? Çünki mənim iş yerimdə kamera var idi, o kamera video çəkirdi onlardan, onu o dəstgahı götürmək istədilər ki, xanımın buna qarşı dayanaraq ondan
üzvə gəldilər və tohinli sözlər və çox ayıplı sözlər dedilər. Sonda sizi haraya apardılar? Yəni siz ilk dəfə ailənizlə həbsdən sonra, tutulduqdan sonra ailənizlə ilk dəfə nə zaman təmasa keçə bildiniz? Mən 43 gün zəng açamadım. Yəni harda olduğumu təkcə özüm bilirdim. Heç nə bilinmirdi hardayam. Ya hangi orqan məni tutubdu, hara bunlar müraciət edəblər ki, nəhayət mən 43 gündən sonra bunlara zəng açdım və harda olduğumdan xəbər verdim. Bu 43 gündə sizin ailəniz də sizdən xəbəri yox idi və vəkil də görüşmə, belə bir məsələ də yox idi. Vəkillə təmin edilməmişdiniz. Yox, heç nə yox idi. Çünki bunlar mənim harda olduğumu ya hangi dağıtlara, hangi dadığa, hangi orqana müraciət etdiklərindən xəbərsiz idilər. Yalnız və təkcə bilirdilər ki, mən tutulmuşam. Həmin günlərdə siz sorğu-sual mı edilirdiniz, bazı mı edilirdiniz? Bazılarımız bahane olurdu ki, siz saat 9'da aparardılar, gecə saat 11'də gəzdirirlər. Bəzən nə olurdu ki, 20 gün, 25 günün heç xəbər olmurdu ki, bu bazımızı hazadı biz elə tək başına bıraxıb, elə öz təkdə sel yolumuzda getmişdik. Layık deyir qurban kəsim boyundan, sənə qurban canım getmə, amandır getmə, amandır getmə, amandır getmə, amandır getmə. Həmid bəy, siz sonra məhkəmə hökmü sizinlə bağlı necə bir qərar verdi? Siz o məhkəmə hökmündən son difa olunmuş buradan bir dəfə dadgaha çağırılıb ki, nə bu kağızın imzası var idi, nə hara çağıldı. Öyle bir dənə məmuli adı kağızında çağırılmış ki, filan yerə gedərsiniz tarixində. Biz oraya müraciət etdik ki, qazi sadəcə kağıza baxdı. Dedi ki, çağırırıq. Hələ bugün heç xəbər yoxdur, çağırmayıblar. Yəni bunların o çağırdığı kağızda heç bir möhür ya hangi orqan tərəfindən biz yaxalanmışıq, nədir buradan məlum olmuyor. O 43 gün siz ailə ilə təmasınız olmadan həbs oldunuz. Ondan sonra nə müddətdən sonra həbsdən buraxıldınız? Biz ondan sonra yine ududan 60 gündə elə infiradıda qaldıq və sonra bizi Behnam Şeyx'lə beraber zindan evinin 8-ci bəndinə verdilər ki, o zamanlar ki biz istilah dedim, mən bir dəfə ya 2 dəfə zəng eləyə bilmişdim. Onu da hər 15 gündən bir dəfə. Yəni cəmi nə qədər həbsdə oldunuz? Cəmi mən 80 gün həbsdə oldum. Cəmi 80 günü, amma yenə də müvəqqəti buraxıldınız, elə deyilmi? Yəni mühakimə 150 milyon vəsiqə ilə buraxılmışam. 150 milyon tümən vəsiqə ilə buraxılıbsınız. O birilər də elə sizinlə birlikdə tutulanlar da aşağı-yuxarı eyni şəkildə mi buraxılıblar? Elə vəsiqə ilə və onlar da mühakimə mi gözləyirlər? 10 gün 15 gün fərqli ya bir həftə fərqli buraxılıblar və hamısı da vəsiqə ilə buraxılıblar. Hələ biri 100 tümən vəsiqə ilə, biri 200 tümən, biri 150 tümən. Hamısı vəsiqə ilə buraxılıblar və bu günə də heç bir mühakimə, heç bir son difa olunub və heç bir hökmü verilməyibdir. Getmə, amandır, getmə, amandır, getmə, amandır, getmə, amandır, getmə, getmə. Həmid bəy, indi bütün bunlarda əslində Əlirzə Fərişi də o zaman sizinlə birlikdə bunları təcrübə elədi və o indi yenə də tutulubdur. Nə düşünürsünüz? Yəni fikir edirsiniz Əlirzə Fərişini bundan artıq həbsdə saxlayacaqlarmı? Bu ittihamlar da onlara əlavə ediləcəkmi? Belə bir şərtlərdə ümumiyyətlə nələr olur? Məhkəmə prosesi nə cür qabağa gedir? Onun müvəqqəti buraxılmasını gözləyirsinizmi? Müvəqqəti buraxmağını biz gözləyirik. Hətmən də ki, elə bir ittifaq düşədə. Vəli gün özüm belə düşünürəm ki, Bunun Əlirzə bəy, bu nizamı ki, ərz elədim, bunun çalışmaları çox sistemli və əsasıdır və açıq və tam şəkildə çalışır. Bəllidir ki, nizamı çox əsəbiləşdirib və bunu mən belə düşünürəm ki, ağır vəsiqə ilə buraxmaq niyyətindədirlər. Yəni açıq şəkildə fəaliyyət etdiyi üçün deyirsiniz ki, onun əlindən narahatdırlar və hirslənibdir. Odur, bəli. Həmid bəy, eşidənlərimizlə başqa bir söhbət də etmək istəsəniz, həbslərlə bağlı, öz məhkəmə prosesinizlə, Əlirzə Fərişi ilə bağlı buyurun. Əlirzə Fərişi
1388-də və 1392-də və 1393-də hər 3 dəfə tutulub və hər 3 dəfəsində ana dilində haqqında tutulubdur. Bugün İranda aşırı və iraqçılığa, yəni millətpərəstliyə dayanan farsılıq və ariyasız sistematik ortadadır. Bu sistem 80 neçə il ömür sürüb. İranda türklərin nüfuz baxımından çoxluqda olduğuna görə türklərin türk dilli sanki bu zor gücü ilə qurulmuş sistemin əleyhinədir. Əlbəttə ki biz yox. İranda qeyri-fars başqa millətlər də çox bu durumda yaşamaqdadırlar. Sanki dediyim kimi asimilasyon bizim nüfuzumuzun çoxluğuna görə üstümüzdə artıq nəzərdə tutulur. Son illərdə yüzlərlə türk çalışanlar, yəni çalışanlar olar ki dil məsələsi üstündə çalışırlar, yaxalanıblar, zindana düşüblər və ağır ya ailələri ya özləri ağır vəziyyətə düşüblər. Ancaq Ali Rza bəy bu məsələnin həll olmasına qaydalı və sistemli çalışmaları əsasında elə görünür ki, bunlar çox bunun üstündə manevrucu göstərirlər. Bizə yəni bəlli olan budur ki, nizam dil məsələmizi özü düşündüyü kimi bizə təhmil eləmək istəyir. Nizam bizi Azəri kimi tanıtdırmağa çalışır. Bu saxta kimlik bizi Türk dünyamızdan ayırmaq həvəsi var. Hətmən onlar belə düşüb az gətirəndə Şəhriyarın şeirin ya başqa o şairlər geçmişdə vardı, çox ədəbi yəni meyarda yazmışlar. Bizə meyar tuturlar və yeni şeirlərimiz ki, ədəbi və çox belə ədəbiyyatımıza yaxın yazılırlar, gəlişmələrin eşikdən gəlmə adlandırırlar. Onlar bu boş danışdıqların bizdən yəni yaxşı bilirlər. Və bilirlər ki, beləncə bir zat yoxdur. Sanki soruşanda Şəhriyar hansı meyarda, ya o keçmiş şairlər hansı meyarda və bu dilin harada təhsil almağına cavabları yoxdur. Onlar əslən deməyirlər ki, bu 80 ildən Türk dilindən başına nə oyunlar gətiriblər. Media, mədrəsə, hər nə bu dilin doğruluğunu əngəlləməyə çalışıb. Canım gitme amandır gitme, amandır gitme, amandır gitme, amandır gitme, ah gitme. Danışır Azərbaycan Demokrat Firqəsi. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Həftənin xronikası. تفسیر رویدادهای هفته. Geldi baharın sefası, موج وسیع اعدام‌ها در جمهوری اسلامی ایران قربانیان بیشتری گرفت. تنها در طی 3 روز 43 زندانی در جمهوری اسلامی ایران اعدام شدند. در این رابطه گفتگویی دارم با آقای دکتر محمود امیر مقدم، سخنگوی سازمان حقوق بشر ایران. من سلام و درود گرم دارم به شما آیه امیر مقدم. سلام بر شما آقای روشن عزیز و درود بر شنوندگان رادیو ندا. آیه امیر مقدم، ضمن سپاس از قبول یک گفتگوی دیگر در مورد این موج اعدام ها، در ابتدا بفرمایید که شمار اعدام شدگان از چه قرار هست و اتهامات آنها چه بوده و در چه شهرها و زندانهایی بودند؟
بله، متاسفانه موج اعدامی که میشه گفت از بعد از انتخاب آقای روحانی شروع شد همچنان ادامه داره. ما چندی پیش گزارش سالانه اعدام هم منتشر کردیم که در برنامه شما هم در موردش صحبت شد. از اون زمان به طور متوسط روزانه بیش از 2 اعدام در ایران صورت گرفته. در سال جدید میلادی هم این اعدام ها ادامه دارند. چند روزی به خاطر عید نوروز تعداد اعدام ها کمی پایین رفته بود که از هفته گذشته باز حکومت ایران اعدام ها رو شروع کرد و این هفته میشه گفت به اوج خودش رسید. از در 3 روز اول این هفته، یعنی دوشنبه، سه‌شنبه و چهارشنبه، طبق گزارش هایی که به دست ما رسیده دست کم 43 نفر در ایران اعدام شدند که 9 مورد از این اعدام ها رو رسانه های رسمی اعلام کردند. این 9 مورد شامل 1 اعدام ملعه عام در شیراز و 8 اعدام در کرج در زندان رجایی شهر بوده. ولی منابع سازمان حقوق بشر گزارش های موثقی به ما رسوندن که نشون میده که این تعداد بسیار بالاتره. روز دوشنبه 17 نفر در زندان رجایی شهر اعدام شدند. روز سه‌شنبه 9 نفر در رجایی شهر اعدام شدند و 11 نفر در زندان قزلحصار. کسانی که در رجایی شهر اعدام شدند تعداد زیادیشون زندانیانی بودند که در شورش‌های چند ماه پیش زندان قزلحصار شرکت کرده بودند و به اون خاطر به رجایی شهر فرستاده شده بودند که اونجا اعدام شدند. و روز چهارشنبه هم متاسفانه 5 نفر اعدام شدند در زندان رجایی شهر باز که 1 نفر از این افراد اعدامش توسط منابع رسمی اعلام شد، فردی به اسم مرتضی صابر. ولی 4 اعدام دیگر، یکی از اون افراد جواد صابری نام داشت که به اتهام قتلی که در زیر سن 18 سالگی مرتکب شده بود اعدام شد و این فرد همچنین از بیماری روانی جدی رنج می برد و در یک مرکز روانی امین آباد هم قرارش بستری بود. خب اینا فقط گزارش هایی از 2 زندان هست. ما میدونیم که در جمهوری اسلامی همه اعدام ها رو اعلام نمی کنند و اعدام های زیاده در سراسر کشور صورت میگیره. ما شدیداً نگران هستیم چون که در بین زندانیان این اخبار پیچیده که به احتمال زیاد در هفته های آینده اعدام های بیشتری صورت خواهد گرفت، به خصوص در 2 هفته اول اردیبهشت در زندان رجایی شهر 2 قاضی هستند، قاضی مقیسه و قاضی طیرانی که فکر کنم معروف هستند، برای شنوندگانم اسمشون آشنا هست. این 2 قاضی در واقع قاضی های اعدام هستند و مسئولیت این احکام هم بر عهده این 2 نفر هست، هرچند که جمهوری اسلامی مسئولینش و بیش از همه رهبر جمهوری اسلامی مسئول اصلی این اعدام هاست. من فکر میکنم اینکه خانواده ها بیرون زندان جمع میشن اعتراضشون رو نشون میدن، این برای جلب افکار عمومی خیلی مهمه، چون که در حال حاضر متاسفانه به خاطر مذاکرات هسته‌ای و رسیدن به توافق هسته‌ای جامعه جهانی توجه زیادی به مسئله حقوق بشر به ایران نمیکنه. آیه امیر مقدم، عذر میخوام میانه کلامتان، آیا به نظر شما رابطه بین این اعدام ها و عقب نشینی جمهوری اسلامی در مناقشه هسته‌ای هست؟ یعنی به این معنا که شکست در اون عرصه، در عرصه دیپلماسی و هسته‌ای
سیاست سرکوب در خیابان و کشتار در زندان را پیش گرفتند؟ آیا بین این دو رابطه‌ای هست؟ از روزی که آقای خامنه‌ای صحبت از نرمش قهرمانانه کرد که خب به نظر میرسه منظورش عقب نشینی سیاسی بود بیشتر در صحنه بین المللی، ما از همون روز هم برعکس اون رو در ایران در داخل کشور مشاهده کردیم. یعنی که هر چقدر نرمششون به سمت دنیای بیرون بیشتر شد، تعداد اعدام ها بالا رفته، همونطور که شما اشاره کردین تعداد میزان سرکوب در واقع بالا رفته و به نظر اینطور میرسه که جمهوری اسلامی دو چهره کاملا متفاوت به سوی غرب و به طرف مردم ایران نشون میده. چهره غربیش در واقع همون چهره با نرمش که رهبر جمهوری اسلامی هم بهش اشاره کرده و عقب نشینی و یک چهره خیلی ملایم‌تر هست به اصطلاح، ولی در داخل کشور به هیچ وجه اینطور نیست. وقتی که نوجوانی رو که بیماری روانی هم داره اعدام میکنند، وقتی که این افراد رو که خیلی از این افراد در واقع از یک دادرسی عادلانه با استانداردهای بین‌المللی برخوردار نیستند، دست اعدام میکنند، این نه تنها نرمش نیست بلکه از اون در واقع اون سرکوب و اون اعدام‌های قبلا هم میکردن بیشتر شده. پس حالا اگه کوتاه بخوام بگم جواب من به سوال شما اینه که به نظر میرسه که چنین رابطه‌ای وجود داره. بله آیه امیر مقدم، در این میان در کنار اعتراض خانواده ها در جلوی زندان شاهد این هستیم که در واقع نه تنها دولت ها چشمشون رو بر این واقعیت بستن، بلکه گویا جهانی چشم بر این واقعیت بسته. در اینجا چه میتوان کرد؟ چه کار میشود کرد برای از کار انداختن این ماشین آدمکشی و اعدام جمهوری اسلامی که چنین بی‌محابا داره جنایت میکنه؟ بله، افکار عمومی خارج از ایران خب بستگی به گزارشات مطبوعاتشون داره، بستگی به این داره که در واقع من فکر میکنم تحت تأثیر اون انعطاف پذیری جمهوری اسلامی در این مذاکرات قرار گرفتند و بعضیا به غلط گمان میبرند که این انعطاف پذیری و نرمش در ایران هم صورت میگیره و من فکر میکنم که تنها راه مقابله با این اطلاع رسانی هرچه بیشتر هست که چون که 4 سال پیش وقتی که 5 سال پیش وقتی که تظاهرات ها بود بعد از انتخاب دور دوم احمدی نژاد، تصاویر مردم در خیابون ها، تصویر ندا در سراسر دنیا پخش شد، جامعه جهانی و افکار عمومی جامعه جهانی هم واکنش نشون دادن. در حال حاضر متاسفانه تحت تاثیر این مذاکرات و چهره‌ای که جمهوری اسلامی از خودش ارائه میده در صحنه بین المللی
توجه کمتر شده و تنها راهش اطلاع رسانی هرچی بیشتر هست. ولی خب مردم ایران به وضوح میبینند که در داخل کشور انعطافی وجود نداره و مطبوعات فارسی زبان هم از این خبر دارند و من فکر میکنم که اینجا خب وظیفه همه ما سنگین‌تر میشه و در واقع حساس‌تر میشه. یک مثال اگه بخوام بزنم، جمهوری اسلامی اخیراً اجازه داده به گزارشگر ویژه سازمان ملل در زمینه غذا، یعنی مواد خوراکی، یک گزارشگر ویژه دارند. بله. و بعضی از کشورها از این استقبال کردن و گفتن که خب این شاید نشان از تغییر سیاست جمهوری اسلامی باشه، در حالی که اینطور نیست. گزارشگر ویژه حقوق بشر در ایران به هیچ وجه اجازه ورود به ایران رو نداره. گزارشگرای ویژه دیگر هم اجازه ورود ندارن، کسانی که در رابطه با حقوق بشر کار میکنند. و اینها خب سیاست جدید جمهوری اسلامی است که باید باش مقابله کرد با افشاگری هرچه بیشتر. و فعالیت خانواده ها، فعالیت کسانی که در ایران هستند خب تاثیر خیلی زیادی داره روی این روند. بله آیه امیر مقدم، من بسیار سپاسگزارم از شما و برای شما در این تلاش‌های ارزنده‌تون آرزوی موفقیت روزافزون دارم. در پایان اگر نکته خاصی هست که بخواید اضافه کنید بفرمایید. منم از شما تشکر میکنم آقای روشن. در پایان فقط باید بگم که اطلاع رسانی و افشاگری امروز شاید مهمتر از هر زمان دیگه باشه و این فقط در مورد حالا آمار و ارقام نیست، ولی من فکر میکنم که خیلی مهمه که ما بتونیم به تک تک کسانی که مورد نقض حقوق بشر قرار میگیرند، اگر در مورد اعدام صحبت میکنیم، بتونیم به تک تک این افراد یک تصویر، یک چهره بدیم به خانواده هاشون. اگر اطلاعات بیشتری وجود داره به ما یا به نهادهای دیگر حقوق بشری بفرستند. تاثیر این خیلی زیاده و من مطمئن هستم که این سیاست اعدام رو باهاش میشه مقابله کرد و ما اگر تلاش بکنیم میتونیم از اعدام‌های بیشتر هم شاید جلوگیری کنیم. این تنها توصیه من هست. بله، امید که تلاش ما اعدام این جنایت سازمان یافته دولتی را برای همیشه ریشه‌کن بکند. من بسیار سپاسگزارم آقای امیر مقدم. زنده و پایدار باشید. سپاسگزارم از شما. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Mavi ışık. نور آبی. Şeydanın, bizim gözəl şairi, rəhmətli Yahya Şeydanın beyti ilə başlayan. Ey aslanlar oylağı, şerlər yatağı. Aslanlar oylağı, şerlər yatağı. Azadlıq ölkəsi qəhrəman Təbriz. Əlimdə qələmim var, bu diləyimin bağlasın adva bir dəstan Təbriz. Doğrudan da Təbriz qəhrəmanlar ölkəsi. Aslanlar yatağı,
düşünən beyinlər yurdu, Azərbaycanın döyünən ürəyi hər zaman doğub törəməşdədir. Düşünən beyinlər, çırpınan ürəklər, qorxmaz və dayanaqlı insanlar. Elə o yüzden bütün Azərbaycana, xüsusilə Təbrizə ciddi hücum var. Fars şovinizm tərəfindən. Azərbaycanın kökün qazmağa və türkçülüğün kökün qazmağa. Bu hücum fəqət fiziki, qaba və kobud hücumlarından deyil. Bu hücum təəssüflə bəzən tanınmayan, bəllənməyən yollarla, demək olar, yine o nərməfzari hücumlardır. Təbrizi töküşməyə, Təbrizi durdurmağa, onun ardınca bütün Azərbaycanı durdurur və məhv eləməyə. Təbrizi silahlar tarih boyu susturmayıb. Qılıclar, hücumları susturmayıb. Müasir çağda dustaqlar susturmayıb. Qəhrəman insanlar doğub və doğacaq. Təbrizi yalnız və yalnız əgər sustura bilsək, mütməindən buna müvəffəq ola bilməyəcək Fars şovinizmi, öz içindən və öz içindən bu işi görməyə çalışır. Təfrəqə salmaq, insanları bir-birinin qabağında qoymaq, bir vahid cibhənin, əskərlərin bir-biri ilə iyləşdirmək məqsədi ilə fikri otaqlarda klanlar tökülüb və təəssüflə zəif və unsur insanların əli ilə meydana keçirilir. Təbrizi dayandırmaq olmaz, məgər batlağa batırasan. Və bu batlaq öz içindən ola bilər. Amma mən mütməinəm və inanıram, və siz də buna inanırsınız, Təbrizin gəncləri, Təbrizin fəal insanları, düşünən insanları, kəsinliklə təcrübəlilərimizin, ağsaqqallarımızın təcrübəsindən yararlanıb və bu ağır aşamanı və bu ağır məsələni də atlada biləcəkdir. Hər halda inanırıq ki, Azərbaycan, özəlliklə Təbriz və Təbrizin düşünən insanları, ağır dönmə dolabları keçməyi başaran insanları bu dönmə dolabları və bu aşamalarda aşa biləcəklər. Birləşə biləcək. Bir iş, hətmən bütün cəvaniblərə birləşə biləcək. Amma birliyin böyük bir asarı var. Birliyin ən böyük asarı bir-birimizi olduğumuz təşi qəbul etməkdir. Demokrasi şüvarı verərək demokrasi usullarına uymaqdır. Və o demokrasinin ən böyük usulları və əsas təməllərindən biri təkəssürüdür. Təkəssürü qəbul etmək, insanlar bir-birinin olduğu təşi qəbul etmək, müxtəlif metodlar, rəvişlər, mübarizə rəvişləri, səliqələr hər təxtəki bizə möhtərəm sanılmalıdır. Kimsəni təxtə eləməyə çalışmayacaq. Bütün qurumlar və bütün təşkilatlar və bütün cərəyanlar hər tərəfdəki Azərbaycan milli hərəkətinin qolu və düşünən beynidir. Bizə fürsətdirlər, təhdid deyirlər, rəqib deyirlər, dostdular. Bizə qırılan kötəklərin və batunların yarısında onlar çəkməlidirlər, çəkirlər. Yəni paylaşırıq. Həsbi düşünməyəlim. Heç kəsi həsb etmək olmaz. Ən azı burada keçmişdən uzun zamanlardan mübarizə edən insanlarımız var. Heç kəs həsb olmaz. Məgərin ki, özünün əməlkərdi nəhayətdə devrə dişidir özün.
Mən başımızı ağrıtmayam. Təbriz və Azərbaycan bunu başaracaq. Olduğumuz təşkilimizi qəbul edəcəyik. Azmun xətalar olacaq, müxtəlif təşəkkürlər, müxtəlif qurumlar, müxtəlif azmunları və sınaqları keçirəcəyik. Ta Azərbaycan milli hərəkatın kolliyyətini xətərə salmayaq. Bu bizə fürsətdir. Və bunu başqa böyük bir kilitlə bu qalanın qapısını asacağıq. O da imandır. Doğru düzgün bilgiden sonra yaranan imandır. Ve imandan, aşandan sonra dostumuz buyurmuşcan eşkidir. Sevgidir. Vətən sevgisi, həqiqət sevgisi, ədalət sevgisi. Həqiqətdə zov olmaq, vətəndə zov olmaq. Necə ki, rəhmətli Vahid Bey, eşk zorundan qurtarmaq bir sağalmaz dərd demiş. Mən bu dərdin çarəsini ölmək razılan etmişəm. Və bu dərdin təhsə çarəsi vətən və millət azad olana qədər döyüşmək və nəhayətdə torpağa qucaqlaşmaq. Ustadlar var burada, böyüklərim var. Qulluqlarını cəsarət edib uzatmayam. Şeir oxundu. Bitçə cizmə qədəm olub keçmişlər. Onu istəyən bir xatirətə ki, bu da dildən. Gül ilə bülbülə qayğı çəkən çox olmuşdur. Gül ilə bülbülə qayğı çəkən çox olmuşdur. Quraq o dəbləri, el dərdi indi dolmuşdur. O şeir içi qoşula el sözünü söyləməyə, belə bir qoşmaları el gərək ki dinləməyə. O şair içi elin dərdini yazanda əsə, sına onun qələmi tam dışaş dilində kəsə. Hiciflicin qələmin şairin bu saata götür, kəpənəci budaq öz başına, şəmisən ötür. Üzün çevir elüvə, az qalır dənizdə bata. Utarmağa özünü axtarır, köpüşlə tapa. Bu çağda hər qələmi bir qılız tək etməliyik. Qılıncımız kütola düşmənə yenilməliyik. Yazanlar isə əgər olmasaydı yaltaqlar, qələm verirdi ala öz əlinə qəssamlar. Əziz dinləyicilər, bununla da Azərbaycan Demokrat Firqəsinin internet radiosunun bugünkü verilişi sona yetir. Sizə xoş günlər və xoş əhval-ruhiyyə arzusu ilə sizdən ayrılırıq. Sağlıqla qalın. Gələn həftə bu vaxt efirdə yenidən görüşənərək. Gözəller işlə sənin şöhrətin düşüb didilər. نه هوردن نه پریدن بلا ملاحت. خب شنوندگان عزیز، برنامه این هفته فیلگر رادیوسو، رادیوی اینترنتی فرقه دموکرات آذربایجان در اینجا به پایان میرسد. تا هفته آینده شاد و خوش و خرم باشید. Yetmək olursa nəsib məhzunun, bu xəstə könlə onda gözəl təbəbə doluracaq bəbə. Mən aşıqam halına, düzdən qoşaq halına.